Salam uşaqlar. Biz yenə sürtünmə qüvvəsi, elastik qüvvəsindən açıq tipli suallara baxırıq. 31-ci sual nisbətən çətin sualdır. Burada nə görürük uşaqlar? Görürsünüz ki, uşaqlar, bir dartı qüvvəsi var 30 Newtondan. Bu cisim hərəkət edir. Bunu görürük. Elə deyilmi? Perpendikulyarda dartı qüvvəsindən dartı qüvvəmiz var. Perpendikulyar istiqamətdə nədir? 10 kiloqramda cisimimiz üzərində bərabər sürətlə dartılır uşaqlar. Bərabər sürətlə gedir. Biz bərabər sürətlə gedəndə nə deyirik uşaqlar? Bərabər sürətlə gedirsə, burada təcil yoxdur. Yəni bizim burada təcilimiz A-mız sıfırdır. Deməli onda F əvəzləyicimiz də sıfırdır. Yəni ümumi F resulting, yəni F net, yəni bu qüvvəmiz də sıfırdır. Onda biz burada avtomatik nə bilirik uşaqlar? Avtomatik burada nə deyəcək? Onda F dartı bərabərdir F sürtünmə olur. Okay. Bu da bərabərdir mü, mg və yaxud da mü böyük n. N-miz nə idi bilirik uşaqlar? N-miz nə idi? N buna bəzən reaksiya qüvvəsi deyirlər, dayağı reaksiya qüvvəsi deyirlər və yaxud da normal qüvvə deyirlər. İndi uşaqlar, biz burada hərəkətimizə baxırıq buradan. Buradan aşağı bir dənə nəyimiz var uşaqlar? Biz bilirik ki, buradan aşağı bir mg qüvvəmiz var, elə deyilmi? Yəni ağırlıq qüvvəmiz var. Və baxın görürük uşaqlar, bu mg ilə eyni istiqamətdə bir dənə aşağı bir f qüvvəmiz var. Elə deyilmi? Amma biz dayağın reaksiya qüvvəsinin istiqaməti nə demişdik? Əksinədir, n-dir. Okay. Biz onda nə gördük? Bir yuxarı n var, bir aşağı f var, bir dənə də aşağı mg var. Onda bizim n-miz nəyə bərabər olur? Yəni dayağın reaksiya qüvvəsi və yaxud da normal qüvvəmiz nəyə bərabər olur? N bərabər yazıram onda mg plus f olur. Elə deyilmi? Bitti. O zaman artıq tapdıq buradan. Onda yazırıq f sürtünmə və ya f dartı bir-birinə bərabərdir. Mü n-in yerinə yazırıq uşaqlar. N-in yerinə, yəni böyük n-in yerinə, yəni normal qüvvənin və yaxud da dayağı reaksiya qüvvəsinin mg plus f yazırıq. Sonra uşaqlar buradan artıq cavabımızı tapalım. Buradan cavabımıza baxaq. Buradan bunu pozalım. Bu düsturumuza əsasən yazaq. Uşaqlar, mühümüz nədir? Mühüm deyir 0.2 götür. Buradan yazıram. 0.2 var. mg'miz nədir uşaqlar? 10. J'miz nədir? 10'dur. O da 100 oldu. Üstə gələk f bərabər nə oldu uşaqlar? 30'a bərabər oldu. Buradan yazıram. Okay, 0.2'ni içəriyə vuranda uşaqlar nə oldu? 20 oldu, elə deyilmi? Üstə gələk 0.2 f, o da bərabərdir 30'a. Düzmü dedim uşaqlar? Okay. Uşaqlar, buradan yazdım, yenə buradan çıxıram bura. Buradan yazdım 0.2 f bərabər nədir? 10 oldu. Elə deyilmi? Düzmü yazdım? Aha. Düzdür. 0.2'miz uşaqlar nədir? 10'dur. F'imizi bərabər yazsaq 100 böl 2 olur, o da bərabər olur 50 Newton. Uşaqlar, cavabımızı tapmış olduq. 50 Newton imiş. Bu qədər.